Mayın 1-i saat 11:00-dan etibarən yeni tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır. Qəbul prosesi www.mektebaqabul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinifə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Məktəb və müəllim seçimində Azərbaycan bölməsi üzrə qeydiyyat 6 may 12 sentyabrda, tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibəyə qeydiyyat 6-20 mayda, müsahibə 12-31 mayda, məktəb və müəllim seçimi 17 iyun 12 sentyabrda olacaq. Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə prioritetli seçim mərhələsində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 5 may 6 iyunda. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 17 iyun 17 iyulda olacaq. Müddət bitdikdən sonra həmin məktəblərə prioritetsiz sorğuların verilməsinə başlanılacaq. Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbə qədər hazırlıq qrupundan avtomatik olaraq birinci sinifə keçiriləcək.